Hüzur və əminamanlıq narahat dünyamızda olduqca dəyərlidir. Lakin hər şey asanlıqla əldə olunmur. Bunun üçün hər zaman gücündən, zamanından, hətta yeri gələrsə canından belə keçməyə hazır olan biriləri olmalıdır. Harada olduğumuzdan asılı olmayaraq bizi, vətənimizi, ərazilərimizi, üç rəngli bayrağımızı göz bəbəyi kimi qoruyan Azərbaycan əskəri. O vətənə sədaqət, xalqa məhəbbət, düşmənə nifrət andını içərək yeni qəhrəmanlıq səhifələri açır. Qəhrəmanım Mayor İlqar Verdiyev kimi. İlqar bizim ilk evladımızdır. 31 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olubdur. Baxmayır ki, Bakı şəhərində anadan olmanı baxmayır. Biz hər yay tətilini rayona gedirdik, Tavuz rayonunun Eyüplü kəndinə. Orada İlqarın hərbə milliyini mən orada şahidi oldum. O taxtadan tapançalar düzəldirdi, avtomatlar düzəldirdi. Özü kimi taçlarını yığırdı. Həyətimiz o qədər böyükdür ki, belə futbol meydançası kimi çox böyükdür. Orada uşaqlarla döyüş səhnələri yaradırdı. Gəh komandir olurdu, gəh əskər olurdu. Belə mən gördüm ki, bunun meyli var hərbə. Sözünüzü elə bir o an mənim ürəyimdən bir his keçdi ki, ilahi görəsən bunun əskəri vaxtı, müharibə vaxtına mı düşəcək? Hər yay biz 3 ay qeyb qalırdıq. Bu şeylər həmişə təkrar olurdu. Bir dəfə atam da dedi, İlqar, sən hərbə bu qədər meylin var. Dedi ki, baba, mən dedi, general olacağım. Atam da qayıtdı zarafat yana, ziyalı adamdı. Dedi, hə İlqar, Qazaxdan əlaqa çıxdınız ki, çıxıb, Tovuzdan da sən çıxarsan. Dedi, hə, mən general olacağım. Nəysə, bu işlər belə axarında getdi. 8-ci sinifi qutaranda dedim, mən hərbiyə gedirəm, Naxçıvanski adına hərbi, o vaxt məktəb idi, milisi idi, o məktəbə. Sözün düzü, mənim o hiss ki, ürəyimdən keçmişdi, mən haradasa ondan elə bir həyəcan keçirdim, razı deyildim, amma atası razı idi. O uşaqlıqdan çox həvəsi var idi. Görürdün uşaqları, özü kimi uşaqları həyətdə yığırdı, biz 8 kilometre yaşayırdıq, böyük bir bağ var idi orada. Taxtadan, nə bilim, dəmirdən, alət düzəldib, dava-davaya oynayırdılar. Mən hiss elədim ki, bunda hərbiyə böyük həvəs var. Ona görə öz aramızda anasıyla, ümumiyyətlə, böyük mənim qardaşımla məsələtləşdik, bu hərbicə böyük həvəsi var. Qoy bunu qoyaq. O vaxtda bilirsiniz də, Naxçıvanski adına lisey təzə açılmışdı. Nəsə məsləhət oldu, 8-ci sinif qutarında sənədləri düzəltdi, o getdi həmin liseyə. Orada müsahibə yolundan keçdi, başladı oxumağa. Bu oxuduğu müddətdə də çox yaxşı oxuyurdu, çalışqan idi. Elə oldu ki, 20 yanvar hadisəsində belə bir hadisə oldu. Bir də gördük ki, gəlib evə. Soruşdum, İlqar, nə olub, niyə gəlmişsən? Ata dedi, mən çıxmaq istəyirəm. Dedim, baba, özün axı öz həvəsinə getmişsən, niyə çıxırsan? Dedi, ata, mən bu Rus ordusunda mən istəmirəm ki, qulluq eləyib. Bu Sovet ordusu mənim vətənimdə nələr törətdi, mənim millətimi qırdı. Mən necə orada qulluq eləyə bilərəm? 90-cı ilin məlum 20 yanvar hadisələrinə İlqarın hələ çox gənc yaşlarında göstərdiyi təpki onun vətən sevgisinin kiçik bir nümunəsi idi. Mən də təzədən bu getdi başqa orta məktəbə. Aradan belə keçəndən sonra dedi, ata, mən təzədən getmək istəyirəm. Dedim, o bala, niyə belə dönürsən? Sən fikrinə niyə tez döndün? Dedi, yox, mənə lazımdır, mən hesab edirəm ki, yoldaşlarımla da danışmışıq, biz təzədən getməliyik. Biz belə bu vətən çox təhlükədədir. Mən istəyirəm ki, mən öz Azərbaycan ordusunda iştirak edeyim. Sonra da 4 il oxudum, məktəb qurtarma sonra. Bunları seçmə yoluyla Türkiyə ilk gələnlərdən təşkil elədilər. Həmin ərəfədə biz toydaydıq. Zəng gələr ki, sevinəsən, mama dedi, mən dedik, qəbul olun Türkiyə, sabıqçuluq. O vaxtlar yenicə müstəqilliyə qovuşmuş Azərbaycanın peşəkar milli hərbiçi kadrlara böyük ehtiyacı vardı. Bu məqsədlə 1992-ci ildə bir qrup Azərbaycanlı gənc qardaş Türkiyə Cümhuriyyətinin Quru Qoşunları Məktəbinə, Kara Harb Okuluna müsabiqə yolu ilə təhsil almağa göndərilir. İlqar Verdiyev də onların arasında idi.
İmtahanlardan yüksək bal toplayan İlqar Mühəndis İstehkamçı Fakültəsinə daxil olur. Vaxtilə Mustafa Kemal Atatürkün də hərbi təhsil aldığı bu məktəbdə İlqar hər peşəsinin sirlərinə, ingilis dili və kompüterdə işləmək bacarığına yiyələnir. Onun xüsusi bacarığına görə kurs yoldaşları öz aralarında hətta kompüter canavarı adlandırırdılar. Getdi, oxudu. Orada da necə özünü burada orta məktəbdəki kimi həmişə üzümüz ağ edibdi, evlat kimi. Orada da yenə öz qabiliyyəti ilə, bacarıqla, savadı ilə oranın kollektivinin rəğbətini qazanmışdı. Bir gün gördük ki, bizi poçtaya məktub gətirib. Yaşına baxdım ki, komandarlıq adından Ankara hərb qrup, qoşunlar hərb okulu səhv eləmirəmsə, oradan məktub yazıblar ki, sizə təşəkkür edirik, belə bir evlat böyütmüsünüz. Elə bil ki, mənə dünyaları verdilər. Türkiyədə hərbi məktəbi yüksək qiymətlərlə bitirən İlqar Verdiyev 1997-ci ildə mühəndis istehkamçı ixtisasına yiyələnərək leytenant rütbəsində vətənə qayıdır. Mən onu sözüncüzü hərbiçi yox, jurnalist, hüquqşünas görmək istəyirdim. Siz inanırsınız, o qutarıb gələnə biz telefon əlaqə saxlayırdıq. Dedim, İlqar, mən sənədlərini hazırlayıram. Gələndə universitetə verirsən, hüquq şöbəsinə. Dedi, yaxşı, hazırla, gəlirəm. Mən hazırladım, o gələn günü apardı, verdi sənədlərini. O vaxt Kirovadına idi, Dövlət Universitetinə verdi. Bu adam 5 il, deyək də 5 ildir bu sistemdən ayrılıb, hərbi sistemlə oxuydu. O gəldi, qəbul olundu. Qəbul olundu, işinin onun oxumaq alınmadı, icazə yox alınmadı. Biz dedik, qəbul keçir, həm qəbul oxuyar, həm işləyər. Gələcəkdə həm hərbiçi olur, həm hərbi prokuror o sahədə işləyər. Möhkəmlə belə təkmilləşər də. Nəsə alınmadı, orada qəbul şöb olmadı, hər gecə növbəsi oldu və əyani şöb oldu. Ona görə getmədi o sənətin dalından. Gələndən sonra oranı qutarandan sonra gəldi, göndərişlə Sanqaçalda hərbi hissəyə göndərildi. Orada işlədi, onlarda ezamiyyət olurdu. Müdafiə Naziri ezamiyyətə göndərdilər. Ora göndərəndə mətbuat xidmətinə düşmüşdü Ramiz Məlikovla. O vaxtlar Ramiz Məlikov bu tanıyırdı. Ramiz Məlikov tez-tez Türkiyə səfər edirdi. Orada da onun Şuşa qalası haqqında bir kitabı var, səhv eləmirəmsə. O kitabı oradakı kursantlara hədiyyə vermişdi. İlqara da avtoqraf yazıb vermişdi. Ramiz Duyğunla görüşü İlqarın gələcək həyatının həlledici dönüş nöqtəsi oldu. İlqar Verdiyevlə mənim tanışlığım 1996-cı ildə baş verib. 1996-cı ildə mən Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Türkiyəyə rəsmi səfərə getmişdik. Proqramda var idi ki, Azərbaycandan Türkiyədə, Ankarada oxuyan kursantlarla, hərbi məktəblərdə oxuyan kursantlarla tanış olaq və belə görüşlərin 96-cı ildə biz Kara Hərb Okuluna görüşə getdik, kursantlarla görüşə getdik. Mənim də Sənə and içirik Şuşa qalası şeirlər kitabım təzə çıxmışdı. Sənə and içirik Şuşa qalasını mən öz avtoqrafımdan bir kursantlara yadigar verdim. Onlardan biri də İlqar Verdiyev idi. Yadigar verdim və biz ayrılıb gəldik. Üstündən çox az keçəndən sonra, 2 ilə yaxın bir müddət keçəndən sonra Müdafiə Nazirliyində mətbuat xidmətinin növbətçi mənə dedi ki, yoldaş polkovnik, bəs bir leytenant sizin qəbulunuza gəlib. Dedim, hardan gəlib? Dedi ki, Türkiyədən gəlib. Çox maraqlandım. Dedim, o gəlsin qəbula. Bu İlqar Verdiyev idi. İlqarla ilk tanışlığımız 1998-ci ilin iyun ayına təsadüf edir. İsti yay ayları idi və mən mətbuat xidmətinin zabiti kimi o dövrdə kapitan rütbəsində idim. Otaqda oturub verilən tapşırıqları yerinə yetirdim. Bir də gördüm, qapı döyüldü və qapını bir gənc leytenant açdı. Adım, familiyasını hələ bilmirdim o dövrdə. Və içəri girəndə daxil oldu içəri və məndən mətbuat xidmətinin rəisinin harda olmasını soruşdu. Və mən bildirdim ki, mətbuat xidmətinin rəisi o biri otaqdadır və nə lazımdır, mən çatdırım və siz ondan görüşəsiniz. Dedi ki, mən Türkiyədə təhsil almışam. Türkiyə Qara Hərb Okulunda təhsil almışam və həmin təhsil aldığım dövrdə Müdafiə Nazirliyinin nümayəndə heyəti gəlmişdi Türkiyəyə və gənc kursant olaraq o vaxtları
həmin nümayəndə heyətini də görüşə bizim kursantları dəvət etmişlər. İlqar da həmin o heyətin içərisində idi, daxilində idi. Və İlqar o dövrdə bizim mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikovla orada görüşdü və Ramiz Məlikov bir kitab hazırlamışdı o vaxtları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı haqqında və o kitabı İlqara imzalamışdı. Digər kursantlarla bərabər də o İlqara da təqdim etmişdi. Mən zəng etdim, bildirdim və İlqar keçib görüşdü. Öz təəssüratları ilə bölüşdülər mətbuat xidmətinin rəisindən. Ondan sonra və həmin dövrdə də İlqarın belə deyin, bir neçə dəfə mən nazirlikdə gördüm. Bu barədə onun çox təşəbbüskar, bacarıqlı, bilikli, savadlı olduğu bir zabit olduğunun şahidi oldum və bu barədə mətbuat xidmətinin rəisinə məlumat verdim. Və həmin dövrdə də mətbuat xidməti üçün belə deyən, bizdə olan texniki imkanları genişləndirmək üçün kompüter bacarıqları, bilikli, savadlı olan bir şəxs lazım idi, zabit lazım idi və İlqar da həmin zabitlərdən biri idi və biz ondan rastlaşdıq və mən mətbuat xidmətinin rəisinə bu barədə məlumat verdim. Qısa bir müddətdə İlqar Verdiyevin mətbuat xidmətinə götürülməsinə bağlı əmr imzalandı. Və beləliklə 1998-ci ildən İlqar Verdiyev Müdafiə Nazirliyinin mətbuat xidmətinə xidmət etməyə başladı. O, bu vəzifəyə qəbul olandan sonra bizim işlərimiz çox əla getdi. Çünki kompüter çox mühüm bir məsələdir. İlqar əvvəla Türkiyədə ali təhsil almışdı. O vaxtı Azərbaycan Silahlı Qüvvələrində əməkdaşlıq edən türk zabitləri ilə dil tapmağı bacarırdı. Çünki türk dilini çox yaxşı bilirdi. Qısa bir müddətdən sonra mən İlqarı İzmirə ingilis dili kurslarına göndərdim. Və beləliklə İlqar Müdafiə Nazirliyinin mətbuat xidmətində çox gözəl bir informator. İnformasiyaların toplanmasında, hazırlanmasında və yayılmasında bizə olduqca fəal kömək edirdi. Mətbuat xidmətində xidmət etdiyi dövrdə İlqar öz bacarığı ilə, biliyi ilə, savadı ilə, yaxşı mənada inadı ilə seçilirdi. Qısa bir müddətdə bizim həmin dövrdə mətbuat xidmətinin belə deyən, kompüter texnologiyaları sahəsində olan biliklərini ortaya qoyaraq məlumatların elektronlaşdırmasını həyata keçirdi. Biz böyük bir papkara yaratdıq. 92-ci ildən ta 98-ci ilə kimi olan məlumatların elektron bazasını yaratdıq. İlqar bunun təşəbbüskarı idi və biz də ona dəstək verirdik və bu işi həyata keçirdik. Bizim bir yerdə mətbuat xidmətində birgə fəaliyyətimiz 2001-ci ilin sentyabr ayına kimi təsadüf etdi. Ondan sonra 2001-ci ilin sentyabr ayında mətbuat xidmətində baş verən belə struktur dəyişikliklərlə əlaqədar mən xidməti yerimi dəyişməli oldum. Ancaq bu demək deyildi ki, biz ondan davamlı surətdə əlaqə saxlamırdıq. Davamlı surətdə əlaqələrimiz olurdu. Hələ mətbuat xidmətdə olduğumuz müddətdə İlqarla bir yerdə beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən NATO tərəfindən keçirilən müxtəlif seminarlarda, kurslarda bir yerdə iştirak edirdik. Həm Azərbaycanda, həm də xaricdə. Nümayəndə heyətinin tərkibində biz bir yerdə Polşada, Almaniyada, Fransada, digər dövlətlərdə də bir yerdə iştirak edirdik, kurslarda iştirak edirdik. Və orada da İlqar öz biliyi ilə fərqlənirdi. Öz, belə deyin, ingilis dili ilə. Çünki onun da yaxşı bir ingilis dili də var idi. İngilis dilində çıxışlar edə bilirdi. Azərbaycanı yüksək səviyyədə, xaricdə də təmsil etmək bacarığına malik idi. 2005-ci il dekabrın 3-dən 4-nə keçən gecə mən yuxudaykən beynimə qan sızdı, gözlərim kör oldu, tutuldu və uzun aylar mən müalicə olundum Bakıda, bizim hərbi mərkəzi hospitalda. Sonra nazir məni Ankaraya, Gülhanə Hərbi Tibb Akademiyasına göndərdi. Bu aylar və illər ərzində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini İlqar Verdiyev əvəz elədi və çox uğurla əvəz elədi. Çünki artıq o yetişmişdi. Onu da deyim ki, İlqar vaxtında rütbələrini aldı. Baş leytenant, kapitan, mayor rütbəsi aldı. İlqar Verdiyevlə mənim münasibətlərimin yaranmağı 2003-cü ilə təsadüf etdi. O zaman jurnalistikada yeni fəaliyyətə başlamışdım və İlqar da Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı idi. Çox gözəl təmas yaradırdı.
gözəl əlaqələr qurmağı bacaran bir insan idi. Çünki bu artıq jurnalistlərin psixologiyasını bilən biri idi. Baxmayaraq ki, ixtisası mühəndis istehkamçı idi, amma mətbuat xidmətində artıq kifayət qədər təcrübə qazanmışdı və jurnalistlər də çox gözəl ünsiyyət yarada bilirdi. Bu günləri şərq mühitinə baxdıqda, şərq coğrafiyasındakı ölkələrdə informasiyaların işlənməsi, istər güc strukturlarında, istər digər strukturlarda, burada münasibətlər də daha çox önəm daşıyır. Çünki jurnalistlərlə yaxşı münasibətin qurulması onlarla müəyyən anlaşma yaratmağa imkan verir. Çünki hər iki tərəf barikadaların arxasına çəkildiyində o zaman yəni heç bir kompromisdən söhbət gedə bilmir və jurnalistlər də təbii ki, daha çox nələrsə tapıb çıxarmağa maraqlı olurlar. İlqar bu baxımdan çox peşəkarcasına jurnalistlərlə ünsiyyət qururdu və özünü də doğrultmuşdu bir Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı kimi. Bəlli bir dövrdə o zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikov səhhəti ilə əlaqədar işə çıxmadı və İlqar rəis vəzifəsini icra etdi. Mən İlqarın jurnalistika fəaliyyətini belə deyək qiymətləndirə bilərəm. Əvvəlcə qeyd etdiyim kimi İlqar ixtisasca jurnalist deyildi, tam fərqli bir sahədən gəlmişdi, mühəndis istehkamçısı idi. Lakin mətbuat xidmətində o kifayət qədər peşəkarlaşmışdı. Yəni həm Ramiz Məlikovun bu məsələdə təsiri olmuşdu, həm də digər əməkdaşlarının o zaman Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyirdi Vaqif Dərgahlı'nın və digərləri peşəkar jurnalistlərin belə deyək mühitində artıq bu formalaşma keçmişdi. Yəni İlqar çox gözəl bir belə deyək artıq jurnalist idi, mətbuat xidməti nümayəndəsi idi, gözəl vətənpərvər Azərbaycan zabiti idi, çox gözəl dost idi və çox qəhrəman bir insan idi. Mən onu yəni belə xarakteriz edə bilərəm ki, o ailə, əgər bu günlər desələr vətən üçün övlad böyüdən ailə nümunəsi göstərmək lazımdır, mən o ailəni göstərə bilərdim ki, o ailə biri hüquq mühafizə orqanlarında, ikisi orduda olmaqla 3 övladını dövlətə, vətən üçün yetişdirib. Mən bayaq qeyd etdiyim kimi 2001-ci ildə bizim yollarımız İlqarla xidmət yollarımız ayrıldıqdan sonra da yenə davamlı olaraq biz mütəmadi olaraq onunla əlaqə saxlayırdıq. Çünki mətbuat xidmətində təvazökarlıq uzaq olsa da təcrübəm daha böyükdü. İlqarın kütləvi informasiya vasitələri nümayəndələri ilə əlaqə yaratmasına, hansı formada əlaqə yaratmasına, məlumatların necə hazırlanmasına, necə kommunikasiya qurmasına da belə deyim, köməklik göstərdim, öz məsləhətlərimi verirdim və İlqar da bunu bacarıqlı bir zabit kimi, xüsusi qeyd etmək istəyirəm, yerinə yetirirdi, icra edirdi. Mən inanmıram ki, bizim mətbuatda onu tanıyan jurnalistlər var, hansılar ki, onun nə vaxtsa yox dediyi sözü eşitsin. İlqar daim onların köməyinə gəlirdi. Müdafiə Nazirliyinin rəsmi məlumatlarının kütləvi informasiya vasitələrinə çatdırılacaq tərzdə onlara məlumatları çatdırırdı, məlumatların ötürülməsində yardımcı olurdu. Onlarla açıq, aydın, dostcasına əməkdaşlıq etməyi bacarırdı. Bilirsiniz, İlqar bəy xatirələrimdə necə qalıb? İlqar bəy ilk öncə çox vətənpərvər idi. Vətənimizi sözdə deyil, əməldə sevən insanlardan idim. Bəlkə o vətənpərvərlik, çox güclü vətənpərvərlik də onu bu sahəyə gətirmişdi. Onun üçün ən ağır hadisə torpaqlarımızın işğal altında olması idi. Yəni o heç cür bundan barışa bilmirdi. Azərbaycanlıların vətənpərvər bütün Azərbaycanlılar kimi heç cür barışa bilmirdi ki, bizim torpaqlarımız işğal altındadır və o buna inanırdı. Bütün vətənpərvər Azərbaycanlılar kimi buna inanırdı ki, biz mütləq torpaqlarımızı işğaldan azad edəcəyik Ali Baş Komandanımızın rəhbərliyi altında və bunun üçün hamımız öz yerimizdə, öz vəzifəmizdə daha yaxşısını etməliyik, daha səylə çalışmalıyıq, dövlətimizə, vətənimizə daha faydalı olmalıyıq. Müdafiə Nazirliyindəki fəaliyyətində də hər zaman məsələlərə bu cür yanaşırdı. Yəni bir peşəkar kimi. Birincisi, hərbi çox yaxşı bilirdi. İkincisi, jurnalistikanı mən düşünürəm çox yaxşı bilirdi. Jurnalistikanın cəmiyyətdəki yerini, dördüncü hakimiyyət kimi nüfuzunu çox yaxşı bilirdi və bilirdi ki, jurnalistlər, gerçək jurnalistika ilə məşğul olan jurnalistlər cəmiyyəti maraqlandıran, cəmiyyəti narahat edən suallara cavab almaq istəyirlər.
Və bu əlaqələrin yüksək səviyyədə qurulması da əslində ordu ilə cəmiyyət arasında münasibətlərin daha güclü olması, daha sıx olması, o birliyin daha da güclənməsinə xidmət üçün bu istiqamətdə çalışırdı ki, qoy xalqımız həmişə ordumuzla bağlı məlumatları bilsin. Əgər yalan bir şeylər varsa zamanında məlumatlı olsunlar ki, bu yalandır, bu yalana inanmasınlar, doğruları daha çox bilsinlər, ordumuzda əldə olunan uğurlardan daha çox məlumatlı olsunlar. Çünki bu xalqın ruh yüksəkliyi üçün çox önəmlidir. Ordusunu daha da inkişaf edən görmək, ordusunu daha güclü görmək təbii ki, hər bir xalqımızın üzvünü daha güclü hiss etdirir. İlqarın mən dəfələrlə həm ölkə daxilində keçirilən NATO-nun iştirakı ilə keçirilən tədbirlərdə, eləcə də xaricdə keçirilən tədbirdə iştirakımız olubdur. O çox vətənpərvərcəsinə, yəni Azərbaycan dövlətinin marağını, mənafeyini çox gözəl müdafiə edərdi. İlqar az insanda olan kriteriyalara malik idi. Yəni o cür insanlar çox nadir hallarda olur. İlqarın saçları çox tez ağarmışdı. Həmişə zarafat eləyirdik ki, sən ərə getməyən qızların dərdini çəkməkdən yəqin ki, bu qədər saçların tez ağarıb, səni tez evləndirmək lazımdır. Və İlqarın toyu oldu. İlqarın toyunda çox böyük təntənə ilə biz iştirak elədik. Belə sözün yaxşı mənasında tufan qopartdı. Şəxsən mənim üçün bu günləri çox yadda qalan, unudulmayan bir gündür. Ona görə ki, 1998-ci ildə ötən əsrin sonuncu 10 illiyinin 8-ci ilində, yəni 1998-ci ildə İlqar bəy bizim bölməyə işləməyə gəldi, biz onu işə qəbul elədik. Və gələn gündən mən baxdım ki, bunun saçı saqqalı ağarıb artıq evlənmək vaxtıdır. O vaxtdan toyu olana qədər biz İlqar bəylə təbliğat iş yaparmışıq, çox güclü surətdə, təkcə mən yox, bütün mətbuat xidmətinin əməkdaşları və nəhayət bugünkü qələbə əldə olunub. Allah mübarək eləsin. İlqarla biz elə bir təsadüf görüş deyəndə ki, biz böyüklərin biz anası ilə bir idarədə işləmişik, bir şöbədə işləmişik. Sadəcə elə biz orada tanışıq, böyüklərin vasitəsilə. Yəni ki, anası məsləhət görüb, elə də biz tanış olmuşuq. Sonra burada hamısı bizim də böyüklərimiz razılıq verəndən sonra biz ailə qurmuşuq. Biz tanış olan vaxtı elə bir İlqar Müdafiə Nazirliyində işləyirdi, mətbuat xidmətində. Bir mətbuatçı kimi işləyirdi. Elə də biz, yəni ki, bu sonuncu 4 ilə qədər, 4 ildən əvvəl, yəni biz 2002-də tanış olmuşuq. O vaxtdan heç 10 il olmadı da bizim evliliyimizi sürməyə. Hər birçi kimi çox belə vətənpərvərlik hissləri ilə, yəni ki, ondan heç belə kənardan baxıb hiss edirdin, yəni ki, onun çalışmağı belə çox belə fədakar idi, çox belə işini çox sevirdi. Öz sənətini çox sevirdi, yəni ki, belə doğrudan da belə bir ruhla belə qəşəng vətənpərvərlik ruhu ilə çalışırdı. Heç bir çətinlik yox idi. Elə vaxt olmuşdu ki, bu müharibə biraz qızğınlığı elə bir ki, başlayanda anam da bir dəfə sual verəndə ki, qarpes, müharibə başlasa sən də geyəcəksən. Dedim, mən əvvəllər birincilərdə olacağım, mən birinci geyəcəm. Yəni belə heç bir şeydən qorxmurdu, hər zaman hazır idi. Yəni ki, hər bir şey, vətən uğrunda hər şey hazır idi, canından da keçməyə hazır idi. Müdafiə Nazirliyində işlədiyi vaxtda, yəni iş öz yerində, ailə vəziyyəti, ailə içində başqa idi, tam ailə canlı idi. Bu özüylə bərabər bir də görürdüm, yığırdı sumka, belə ədəbiyyat, suvenir, müəyyən xalçalar. Dedim, ay oğul, bir belə şeyi sən haraya yığıb aparırsan? Dedi, ay ata, mən bunları aparıram ona görə ki, ermənilərin çıxarışda çox böyük təbliğat aparırlar. Həmin o təbliğata qarşı mən istəyirəm ki, onları həmin o tədbir müddətində tanış eləyim ki, bax, bu Azərbaycan heç vaxt Ermənistanın olmuyor. Azərbaycan daimi, Qarabağ Azərbaycanın torpağıdır, olub və olacaqdır. Biz onlara sübut eləməliyik. Əgər onları biz eləməsək, kim eləməlidir? Xaricə biz, o vaxtda bilirsiniz də, xaricə çox az gedilirdi, çox gedilmirdi. Mən də razılaşdım doğrudan da ki, sən çox böyük, nəinki o, ondan gedən yoldaşları da çox böyük işlər görürdülər.
İlqar Verdiyevin deməli xidməti 2008-ci ilə kimi mətbuat xidmətində davam etmişdi. 2008-ci ildə İlqar xidməti zərurətlə əlaqədar olaraq xidməti yerini dəyişmək məcburiyyətində oldu, əmr imzalandı. İlqar həm mühəndis istehkamçı kimi çox bacarıqlı mühəndis istehkamçı idi, həm də 10 ildən artıq idi mətbuat xidmətində xidmət edərək kütləvi informasiya vasitələri ilə işləmək bacarığına malik idi. İlqarın həmin xidməti dövründə də, ön xəttdə bölmələrdə olduğu dövrdə də mütəmadi olaraq onunla əlaqə saxlayırdıq. Yəni onu xidmətinin qurulması ilə bağlı deyil, hansı formada həyata keçirilməsi ilə, onun gələcək perspektivlərlə bağlı bizim fikir mübadilələrimiz olurdu. Çünki mən onda həm yaşda böyüdüm, həm rütbədə böyüdüm. Ona görə də biz ondan, ancaq buna baxmayaraq biz ondan dostcasına, qardaş kimi əməkdaş, yəni əlaqə saxlayırdıq, söhbət edirdik, fikir mübadiləsi aparırdıq. İlqar vətənpərvər insan idi. İlqar deyirdi ki, mən orduya gəlmişəmsə, bunu göz önünə almışdım ki, mən fikirləşmirdim ki, mən nazirlikdə xidmət edəcəm. Mühəndis istehkamçı idim. Ölkənin istənilən yeri vətəndir. Yəni, hər santimetri vətəndir. Harada göndərsəydilər, orada da xidmətimi davam etdirəcəkdim. Və İlqar bu söz həmişə deyirdi ki, mənim üçün cəbhə xəttində xidmət eləmək şərəfdir. Bir də eşitdim ki, bu gün gedir cəbhə bölgəsinə. Mən telefonla danışdım. Sözün doğrusu cəbhə bölgəsinə getmək nə olur? Hamı gedə bilər cəbhə bölgəsinə. Hər adamın bəli, borcudur. Dedim, bu nə məsələdir? Ata, narahat olma, bu da lazımdır. Bu sözü bax, təsəvvürsən məni bir ata-oğul kimi söhbət elədik. Bu mənə dedi, ata, narahat olma, orada getmək lazımdır. Biz İlqara çox arxayındıq, yəni ki, o çox belə dediyimiz kimi, yəni ki, çox belə mütəxəssis kimi də, yəni onu elə yetişdirmişdilər. O sənətin elə bir ki, bizlər düzdür, işləməmişdi, əvvəl işləməmişdi. Bu son dövrdə ora gedib düşəndən sonra elə bir ki, birdən-birə mətbuatda işləmədiyi vaxtda gedib o həmin sənət üstə işləmək çox çətin idi, amma özünü tez cilovlayıb, yəni ki, ona da hazır. Döyüş bölgəsinə getmək hər bir Azərbaycan əskərinin, hər bir Azərbaycan zabitinin borcu idi. İlqar da məmnuniyyətlə bu vəzifəni yerinə yetirib. Əmr əmirdir, zabit əmirdən çıxa bilməz. Ancaq o, bu illər ərzində Qara Hərb okulunu bitirəndən sonra istehkamçı hərbiçi kimi, istehkamçı mühəndis kimi xidmət eləməmişdi axı. O, mətbuat xidmətinin işçisi kimi artıq yetişmişdi, pişmişdi. Yeri oldu ki, orada da hörmət qazandı əskərlər arasında. Əskərlər həmişə ona dedi, qəlbimizin komandiri. O qədər əskərlərlə o ünsiyyətdə idi ki, orada o komandir əskər söhbəti yox idi onda. İş başında hə, amma işdən kənarda isə asudə vaxtlarında qardaş, bax belə böyük qardaş kimi. Birinci onu deyim ki, mən sizinlə fəxr edirəm. Ona görə ki, siz hərbi hissənin bütün işlərində yaxından iştirak edirsiniz. Və sizin Novruz bayramınızı təbrik edirəm. Sizə can sağlığı və ailə saadəti arzu edirəm. İlqar hətta bir video göndərmişdi mənə, erməni kəşfiyyatının ağacın arasında cığıra bağladığı əl qumbarasını Üzqırxan ülgücü ilə necə kəsib ipini zərərsizləşdirirdi. Boğazı var. Karaç. Bildiğin. Bir yoldaş kimi İlqar, yəni dediyim kimi, bayaq qeyd elədiyi kimi, yəni çox ailə canlı idi. Yəni işlə ailəni bir-birinə qatmırdı, yəni ki, uşaqlara da çox belə keçirdi. Yəni ki, 7 yaşına qədər deyəydi, uşaqlar 1-ci sinifə gedənə qədər. Elə bir ki, böyüyünü biz yola saldıq 1-ci sinifə qoyandan sonra İlqar artıq cəbhə bölgəsinə getdi, oradaydı. Yəni ki, çox da belə bir təmas qurmaqlar çox az olurdu. Yəni İlqar bir də görürsən, yarım il gəlmirdi, 2 aydan biri belə, sonralarda əvvəl lap 6 ay yaxın gələ bilməmişdi. Sonra yavaş-yavaş biraz 2 aydan bir, o da ki 5 gün, 1 həftəlik, 3 günlük belə. Çox da elə bir
Tek belə Skype-la danışırdılar. Rəhmətli İlqar mənə zəng etdi. Hal-əhval tutduq, oradan, buradan, necəsiz, vəziyyət necədir Bakıda. Və belə bir söz işlətdi ki, bəs dünən gecə mənə Allah saxladı, bəs hadisə baş verəcək. Necə oldu? Dedi, OZM minasına məftəlinə belə deyək, belə toxundum, dayandım. Yəni, Allah saxladı ki, partlayış baş vermədi. Nəysə, dedim ki, bəs özünü gözlə də, yəni belə qorumaq lazımdır. İnsan özünü qorumazsa, hadisələrə adətən rücuq olur. Bir də mənə dedi ki, mən ürəyimə damıb ki, mənə bir şey olacaq. Növbəti gün, gün orta saatları idi. Kimsə mənə sosial şəbəkədən yazdı ki, bəs İlqar minaya düşüb, ağır yaralıdır. O axırıncı dəfə may ayında təkrarən elə bir aydan sonra məzuniyyətə gəldi. Uşaqlarını yaxşı gəzdirdi, hər yerə apardı, gətirdi. Mayın 28-i həyətdə mən iş görürdüm. Buraya gəldi, tək gəlmişdi və dedi ki, gəl bir dərdləşək. Dedim, İlqar, nə olubdu? Belə özümü dikətdim, dedim, nə olubdu? Bir həyəcanla. Dedim, ümidləriniz mübahisə etmirsən ki, mən burada uşaqla burada çətindir, sən orada haçan deyək. Yəni bu şeylə mən bilmək dedim, mama. Dedim, bəs nədir? Dedim, mama, heç, üç dəfə heç. Nə qədər elədim o söz mənimlə ürəyimlə, nə dərd deyəcəkdi, hansı söhbəti mənimlə bölüşəcəkdi. İndi bugünə kimi mən sırdı ki, mənimlə deyib gedəcəkdi. İndi öz-özümə deyirəm ki, yəqin ki, ailəsinin uşağını tapşıracaqdı. İlqarın o illərdə döyüş bölgəsində xidmət elədiyi vaxtı onun komandiri, xidmət rəisi daha doğrusu minaya düşür. İlqar isə o vaxtı istehkamçı mühəndis bölüyünün komandiri vəzifəsində xidmət eləyirdi döyüş bölgəsində. Və İlqar öz rəisini, o bölük komandiridir, öz əvəzinə həmin o qəza yerinə, fəlakət yerinə öz tabeçiliyində olan kimisə göndərə bilərdi. Ancaq o qədər əxlaqlı, o qədər vətənpərvər, vicdanlı bir şəxs idi ki, öz komandirinin xilas eləmək üçün o özü getmişdi həmin o fəlakət yerinə. Gecə qaranlıq olduğundan o özü də minaya düşür. 2012-ci ilin iyun ayının 10-u idi. 9-undan 10-una keçən gecə 10-u idi. İyun ayının 10-u idi. Mən nahar fasiləsindən geri qayıdırdım və birdən telefona zəng gəldi. Telefonu baxdım ki, zəng edən bizim mətbuat xidmətinin, keçmiş mətbuat xidmətinin rəisidir və gördüm ki, səsində bir xırıltı var. Mənə bildirdi ki, bəs xəbərin varmı, İlqarın başına bir hadisə gəlibdir. Onun xəttə iki bölmələrdən birində bu minanın təmizlənməsi nəticəsində mina partlayışı baş verib və İlqar yaralanıbdır. Həyəcan siqnalı verilir gecə. Həyəcan siqnalı veriləndə də bunlar gecə var, gündüzlər ora getmək yox, gecə getmək lazım olur. Deməli, bütün heyət, bəli, gedirlər ora, minalamaq lazım idi. Elə olur ki, bu birdən eşidir ki, bir gürültü əmələ gəldi. Bu tez qaçır, görür ki, həmin onun rəisi, Zahid Məmmədov səhv eləmirəmsə, minaya düşüb. Biz istəyir ki, onu xilas eləməyə atılsın, özü ikinci minaya düşür. Ondan sonra da əsgərlər onları çıxardırlar, gətirirlər hospitala. Həmin hadisə olanda biz bir qonaq getmişdik. Orada çay süfrəsi arxasına Azəri olma, ikinci olma zəng gəldi. Bu, gördüm, qalxdı, əlini divara möhkəm çırpdı. Yəni, o zaman mən başa düşdüm dəsə vardı. Tez dedim, Azər, nə olur, necə şeylər minəyə düşür, amma qorxma, qorunun biri yoxdur. Nə bilim, o gün, bilmirəm, o səhnə necə gəldi, getdi. Onda qardaşlar dedim, amma niyə, İlqarım sağ qolu mənim, sol qolu Aziz Samir'dir, dedi. Biz hərəsini hərəmiz bir qoruyuq İlqarın. Bakıya çatdırılması təcili tədbirlər sırasında dərhal həyata keçirildi, onu hospitala gətirdilər. Amma həkimlər onunla görüşməyə icazə vermirdilər. Amma mən, belə deyim, həmin o vaxtki
öz təşəbbüsümlə hospitala gəldim. Hospitalda həkimlərdən çox israrlı şəkildə xahiş etdim ki, onunla görüşməliyəm. Dedilər ki, o koma vəziyyətindədir və sağ qolu da amputasiya olunmuşdu. Çünki vəziyyəti çox ağırdı. İlqar cüssəli bir şəxs idi, bir adam idi. Ağır partlayışa baxmayaraq o ölümə güc gəlmişdi həmin anda. Çox təkid etdim. Həkimlər mənim təkidimə sonra geri çəkildilər, köməklik göstərdilər bizim hərbi həkimlər və mən reanimasiyada onun yatdığı yatağa yaxınlaşdım. Süni tənəffüs aparatına qoşulmuşdu. Yüzü, gözü, hər yeri bağlı idi. Sağ qolu çiynindən amputasiya olunmuşdu. Sol tərəfdən yaxınlaşdım, ürəyi tərəfdən yaxınlaşdım. Əlindən tutdum. Gördüm ki, xırıldayır. Amma möhkəm idi. Mən inanırdım ki, o bu situasiyadan çıxacaqdı. Çünki çoxlu ağır vəziyyətlərdən çıxmışdı. Yəni, belə deyən, o mənadakı fəaliyyətimizlə, işimizlə bağlı çətin vəziyyətlərdən çıxmışdı və ümid edirdim ki, bu dəfə də İlqar ölümün pəncəsindən qurtaracaqdı. Yüzü, gözü bağlı idi, qəlpələrlə dolu idi. Amma buna baxmayaraq yenə də nəfəs alırdı və bir neçə dəqiqə orada oldum. İlqarla danışdım, heç şübhəsiz o mənə cavab vermirdi, ancaq hər halda onunla danışdım və otaqdan çıxdım. Reanimasiya şöbəsindən çıxdım. Bircə ümidimiz qalmışdı Allaha ki, bir dua edək ki, sağ qalsın. Təcil yardım gələndə biz orada artıq. Mən onun üzündən öpdüm. Üzü gördüm qapqaradı bir tərəfi. Belə anlamadım ki, bunun üzü niyə qaradı. Mina partlayışından yanıbdı. Sonra ayağına baxdım, qapı sapsarı idi. Belə qışqırdım, İlqar gözünü tərpətdi. Sonra bunu keçdilər reanimasiyaya. Reanimasiyaya keçirəndə atası gibi başının üstündə olub. Yenə orada da mənim tapşırır ki, güclə 2 kəlmə ki, mamaya iynə vurur. O anda da bu canımla çalışdığı halda da yenə mənə deyirdi ki, mamaya mübarək olun. Hərbi hospitalda nə lazım idi elədilər. Orada Elman həkim var idi, onunla gecə gündüz onun yanından əl çəkmirdi. Bu minada heç kim salamat qalmır. Ancaq bu gör necə bunda böyük bir ürək var, bunda bir qüvvə var ki, bu məsələn dünyasını dəyişmir. Həkimi bir söz dedi. Dedi ki, İlqarın içində olan ruh onu bu qədər yaşatdı. Yəni 4-5 gündən artıq yaşatdı. Yəni insanın özünün yaşamaq istəyi yaşatdı onu. Çünki o cür yara, bədən bir hissəsi yox, bədən qəlbi ilə dolu, qanda zəhərlənmə gedib hətta. Yəni o halda insanın saatlarla yaşaya biləcəyi insan 4-5 gün müqavimət göstərib yaşadı və bu onun içindəki bir yaşamaq istəyi və onun bir mübarizə istəyindən irəli gəlir. Kaş indi mən onu 5 gün orada yatdı, o 5 günü mən onu buraxmayaydım. Amma bu qoymurlardı yanına getməyə. Həkim dedi 2 gün keçsin, yaxşı olar, 3 gün keçsin, 5 gün. 5-ci gün dedi, 7 gün, 5-ci gündə hadisə oldu. Təəssüflər olsun ki, bir neçə gün sonra, iyun ayının 14-ündür, o İlqarı itirdik biz. İtirdik, şəhid oldu. Mən sizə deyim, o şəhid olmağı ilə bərabər, həqiqətən də mətbuat xidmətinin o dövrki fəaliyyətinə çox güclü bir iz qoymuşdu. İz nədən ibarət idi? Həmin dövrdə biz onu bir neçə gün sonra, rəhmətə gedəndən sonra, onun şəhidlik zirvəsinə yüksələndən sonra biz onun dəfn mərasimində iştirak etdik. İnandırım sizi, maşınların sayı hesabı yox idi. Onu tanıyan, tanımayan, bilən, eşidən, hərbi qulluqçuların, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrin sayı hesabı yox idi. İlqar bir Azərbaycan müasir hərb tarixində öz, belə deyək, əsl Azərbaycan zabiti necə olmalıdır, onu göstərdi. Belə insanlarımız, həqiqətən bu qəhrəmanlıqlar unudulmamalıdır. Yəni, bu bir qəhrəmanlıq nümunəsidir. Bu, tarixdə belə hallar az-az olur. Mən onun dəfninə gələn əskərləri gördüm, onun yasına gələn əskərləri gördüm. Həqiqətən mən sevindim ki, insan, yəni, onu özü qazanıb, o adı, o hörməti. İlqarın əskərlərindən biri onun yasına gələndə belə bir söz dedi. Dedi, biz komandirə dedik, komutanımıza dedik ki, minya düşüb, digər zabit. Komandir, sən çıxma, minya düşə bilərsən, ermənilər vura bilər, biz gedək. Və onun sözü bu oldu ki, mən sizin başınıza bir iş gəlməsini istəmirəm, özüm gedəcəm. Mən düşünürəm ki, onun həyatda ən böyük arzusu
onu tanıyan insanlardan biri kimi o Azərbaycanın işğal altında olan torpaqlarımızı işğaldan azad görmək istəyirdi. Onun mən bunu əminliklə demək istəyirəm ki, onun özü və ailəsi ilə bağlı heç bir şəxsi arzuları bu arzunun önündə gəlmirdi. Yəni onun üçün dünyada ən böyük sevinç torpaqlarımızı işğaldan azad görmək. Ən gözəl xəbər məhz o xəbəri jurnalistlərlə paylaşmaq idi ki, o çox istəyərdi ki, hər zaman nur içində yatsın ki, o jurnalistlərə desin ki, Laçın əməliyyatında, Şuşa əməliyyatında, məsələn, Xocalı əməliyyatında bu uğurları qazandıq, artıq daha önə doğru gedirik. O bütün varlığı ilə bu xəbərlər üçün sanki çalışırdı ki, o günün birində mütləq bu xəbəri o verəcək. Onun həyatı, yaxşı bir söz var, deyir, duyğularınız, düşüncələriniz nədirsə, əməlləriniz də odur. İnsanın bütün əməlləri, xarakteri onun duyğu və düşüncələrindən ibarətdir. Onun duyğu və düşüncələri Azərbaycan idi. Azərbaycanımızın müstəqilliyinin daha güclü olması, torpaq bütünlüyünün bərpa olunması, ərazi bütünlüyünün bərpa olunması, Azərbaycan bayrağını Xan kəndində, Şuşada, Xocalıda, digər o gözəl torpaqlarımızda təkrar dalğalanan görmək idi. O nazirliyin içində də məncə ona görə o özünü daha rahat hiss eləyirdi ki, o düşünürdü ki, o bunun bir parçasıdır. Bu proseslərin burada bir parçası olmaqla bu qurumun bu proseslərin də bir parçasıdır ki, ordumuz torpaqlarımızın işğaldan azad olunması uğrunda təbii ki, ön cəbhəmizi qoruyan, ön cəbhəmizdə dayanan, torpaqlarımızın işğaldan azad olmasında öndə gedən, necə ki, aprel döyüşlərində nə qədər şəhidlərimizi verdik. O Şüvələn qəbirstanlığında dəfn olundu və onun dəfn mərasimi yüksək səviyyədə həyata keçirildi. Həqiqətən şəhidə layiq olan bir səviyyədə həyata keçirildi. Və biz İlqarı itirdik demək istəməzdim. Çünki İlqar, yenə deyirəm, mətbuat xidmətində, kütləvi informasiya vasitələrində o dövr üçün bir iz buraxdı və həmin o iz bugün də mətbuat xidmətinin fəaliyyətində var, davam edir. Fəaliyyətimiz kütləvi informasiya vasitələrində onun təşəbbüsü ilə həyata keçirilən müəyyən tədbirlər bu gün də həyata keçirilir. Analar onsuz qalır. Gəlinlər həyat yoldaşını itirir. Uşaqlar atalarını itirir. Bacılar qardaş itirir. Evlər var ki, bir oğuldur. Tək evladın, evin bir oğludur. O gedir, valideynəcə qalır. Yəni, ən ağırlı yerimizdir bu dəqiqə bizim. Ən ağırlı ki, torpağımız azad olunsun. Mənim 90 yaşlarım var, müəllimə deyirdi bu. İlqar 36 yaşında rəhmətə gedib. Elə bir 2-yə vur. 72 il yaşayıb da 72 il. Bu 36 ildə o hər şeyi qazandı. Özü qazandı. Təhsili də özü qazandı. Hərbini də özü qazandı. Hörməti, izzəti də özü qazandı. Hamısı özü elədi. Elə hesab edir ki, 70 yaşında, 72 yaşında rəhmətə gedibdi. Əlbəttə ki, oğul itirmək, evlad itirmək böyük dərddir. Ancaq mənə, necə deyirlər, məni yaşadan odur ki, o nəzəsə bir qəza nəticəsində hardasa dünyasını dəyişmədi. O vətən uğrunda, torpaqlarımız uğrunda bu həlak oldu. Məni yaşadan da odur. Mən çox qürur duyuram ki, adam vətən yolunda şəhid oldu. Qəhərlənmə şəhid oğlu. Bu müqəddəs adın ucalığından qürurlan və başını dik tut. Mən atamla fəxr edirəm. Mən unutmaq istəyirəm ki, həyat çox mürəkkəb məsələdir. Həyatda mən indi müəyyən qədər yaşad olmuşam, acısını, şirini görmüşəm. Həyatın həmişə qanlı, acısı da olur, şirin də olur. Ancaq ki, evlad itirmək acısı çox ağır olur, deyim sizə. İlqar da çox yaxşı oldu, çox vətənpərvardır. Həmişə mənə qeyd edirdi ki, deyirdim, ona sual verdim ki, indi müharibə devridir, bir də gördün sən gedib müdafiə naziri işləyəndə sən yola getmək oldun, dövləyə məmnuniyyətlə. Mən olmasam, başqasım kim vətəni qoruyacaq? Bax, bu söz həmişə onun, özü mən çox danışmaq istəməm, çox cəsarətlərini görmüşəm. Bir kəm dənizə gelmişdik,
üzdü mənim hara gəldi mi? Ay İlqar, sən bu çetin məsələdir, dənizdə yəni ola bilər. Bir de bize deyir, Türkiye okuyanda Egey dənizində atırdılar deyir, vertolyotdan 300 metre deyir, üstüb sahilə çıxırdıq. Belə çox cesur adamdır, cesur, vətənpərvər, həm də insan. Onun hürməti çoxdur, bütün öz dostları arasında, tanışları arasında. Çünkü hem yerini bilendi, yerini bilməkdən başqa, yerini bilmək, insanda ağıllı devrənmək, öz içərindən gələn şeydir. Ne kadar desə ki, mən hürmət istəyəm qazanılmaz, ancaq o hürməti ürəklə, o insanın, o vətənpərvər olduğuna görə hər tərəfdə qazanmışdı. İndi ki, dostları görürəm, kimə rast gələrəm, indi dostları var da, hamısı deyir ki, çox heyif ondan. İlqarın sinə daşına sözləri mən yazmışam. Rəna xanımın dilindən fələyin zindanı kürəyimdədir, gözünün işığı bəbəyimdədir. İlqarın yerini soruşan olsa, söyləyin, vətənin ürəyindədir. İlqar şəhid olanda, vəfat edəndə mən onun xatirəsinə bir şeir həsrləmişəm. Qaldır şəhid tabutunu, qaldır şəhid tabutunu, ulu Tanrı dərgahına, qaldır şəhid tabutunu, millətimin sabahına, qaldır şəhid tabutunu, vətən, torpaq, qan adında, qaldır şəhid tabutunu, mələklərin qanadında, bürü şəhid tabutunu, ay ulduzlu bayrağına, döndər şəhid tabutunu, gözlərinin çırağına. Bu çırağın işığında millət görsün zəfər adlı düyününü, bu çırağın ağ nurunda millət yusun göz yaşını, naləsini, öz ününü. Qaldır şəhid tabutunu, qanı Tanrı qanındadır. Qaldır şəhid tabutunu, yeri Allah yanındadır. Şəhidlərin tabutunu ulu göylər qucaqlasın, anaların əvəzinə, gəlinlərin əvəzinə. Qoy mələklər ağlasın, ulu göylər ağlasın. İlqarın yarım qalmış arzuları 44 günlük vətən müharibəsi zamanı həyata keçdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızı azad etdi. Çox əsrlik Azərbaycan tarixinə qızıl hərflərlə zəfər yazdı. Bugün İlqar Verdiyevin və canlı müqəddəs vətən uğrunda qurban verən hər bir şəhidimizin ruhu şaddır. Çünki 30 illik həsrətdən sonra Qarabağ torpaqlarında ay ulduzlu, üçrəngli bayrağımız qürurla dalğalanır.